Biz elə bildik ki, tarix bizimlə başlayıb. Dağları yardıq, özümüzü kainatın ağası elan etdik. Amma unuduruq. İnsan mağara divarına ilk rəsmi çəkəndə ayağımızın altında milyonluq imperiyalar vardı. Biz çoxdan zəbt olunmuş bir planetin iddialı kirayənişinləriyik. Necə? Gəlin açım. İnsanlıq 10 min il əvvəl toxumu torpağa bastırıb buna inqilab deyəndə o kəsb çoxdan patentləşdirilmişdi. Yarpaq kəsən qarışqalar 50 milyon ildir ferm eləyir. Onlar yarpaqları yemir. Yeraltı kameralarda çürüdürlər ki, üzərində qidalandıqları xüsusi göbələkləri yetişdirsinlər. İdarə etmək üçün peyklər buraxdıq, internet çəkdi. Onlarınsa nə mikrofonu var, nə də komandanlıq otağı. Amma nizamları qüsursuzdur. Qarışqaların dili feromonlardır. Bir işçi qida tapanda torpağa görünməz kimyəvi xətt çəkir və minlərlə fərd o yolu sıfır xəta ilə izləyir. Tıxac yoxdur, tərəddüd yoxdur. Çünki orada mən yoxdur. Yalnız koloniyanın gələcəyi var. İndi gəlin o böyük tərəzini quraq. Tərəzinin bir gözünə 8 milyard insanı qoyaq, digərinə ayağımızın altındakı o kiçik canlıları. Yer üzərində təxminən 20 katrilyon qarışqa var. Onların ümumi quru biokütləsi dünyadakı bütün insanların, vəhşi quşların və məməlilərin cəmindən daha ağırdır. Biz rahat yatağımızda yatarkən beton şəhərlərimizin altında, torpağın qaranlığında heç vaxt dayanmayan bir dünya yaşayır. Tünellər qazılır, müharibələr gedir, sərhədlər genişlənir. Ən böyük həqiqət isə mənə görə budur. Dünya bizim idarə etdiyimiz bir yer deyil. Biz sadəcə özümüzü sahibi hesab etdiyimiz planetdə yaşayan iddialı bir növük. Halbuki ayağımızın altında bizdən milyon illər əvvəl yaranmış və bizdən sonra da var olacaq səssiz bir sivilizasiya var. Qarışqaların imperiyası. İndi siz deyin, bu planetin həqiqi sahibi kimdir? Biz, yoxsa onlar?